Deyəsən 30 min borcu var. Mən baxmıram 30 min borclu oğlanlara. Başa düşmədim. Kim borcu olar da? Günün üzerine borcu olar. Olsun da ne olar ki? Yox olmaz. Cəhənnəm olsun, ölüb gedəyim də yaxında. Örəkdən, olsa örəcəyik. Borcu olur. Yine borcu olmalıdır. Nəyə görə? Kişinin borcu olar. Bu o deyirəm elə şeylə almışam. Сегодня была аэропорту. Ну да, а что? Yox, kuxnadayım. Evin dalındadır, evin dalından çıxmışam daha. Evin harasından çıxmısan? Evin dalından. Dalında nə işin var evin? Nətər yəni evin dalında nə işin var? Yox, deyirsən evin dalından çıxmışam. Mən deyirəm evin dalında nə işin var? Ha, şeylə belə getmişdim, söhbət edirdi. Kimlə söhbət edirdin? Planka düzəldirdi. Niyə düzəldirdi? Ha, su bıraxırdı, ona getdim, düzəltdim, gəldim. Kuxnadayım. Hadi bir dünəndə açıq dinəndə nədən qorxursan? Heç kimsə yeməyəcək, eləməyəcək. Uşaqlar ekrana bir dənə vurun da zəhmət olmasa. Nə deyirəm ki? Bu mənim balinalarımı tamamlayan olmadı da, yəni. Tamamlayacaqlar. Gözə məni tamamlasınlar. Gözə məni tamamlasınlar. Qılıq. Qıllıyı nə özdə? Düzəltdim, su bıraxırdı. Uşaqlar bir də bunu da oynayım, çıxıram çünki yuxum dəhşət gəlir, yatmaq istəyirəm. Tamamlasam nə olur? Oğlum olur. Bir qucaq oğul doğuram. Sən Allah. Hava evləndi. Nə evlənməyi? Zarafat eləyirəm. Dedi, nə vaxt evləndim? Məzələnirəm. Elə dedim, nə qədərsin, Quran haqqı. Ay, siz məndən evlənən çıxar sən canım. Nə bilim, valla, həyatdır. Hələ ki yox, hələ ki tezdir. Bir 30 yaşından sonra. İnşallah. Burada oğlan tapmazım. Həyatdır. Gedib tapacam xaricdə. Oğlan tapmaq nə var? Olar həyatdır. Hamı deyir ki, çətində mənim hasan şeylərdən biridir. Evlənmək, oğlan tapmaq. Sən tap, səni başa düşən adamı. Hamı evlənə bilər bu saat. Mən də evlənə bilərəm. Neçə yaşın var ki? 25. 25 yaş var, elə bu 5-6 ildən sonra. Mənim xalam qız 18 yaşında evlənib. İndi uşaq var. Sən Allah. Dar 17 yaşında. Nənən ölsün acəsi. 17 yaşında evlənib, ey Allah sən saxla. Allah sən saxla. Allah sən saxla. Allah saxlasın, Allah saxlasın. Sən anondur. Ay xanım. Bayaman. Hərcəsin. Qıqqılıyım. Kıkkıllayın uşaqlar da. Məni öldürdü kıkkıllayın. Danışıb görürük. Burada əslində dönə bu platformada danışıb görmək üçün. Sadəcə yəni səni izləyənlərə, dəstək olanlara qardaş.